Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz dinamsevərlər. Müqəddəs Ramazan ayının, Quran ayının 12-ci günündə iftara doğru bizə dəyər verərək bizi izləyən çox dəyərli izləyicilərimiz. Allah Taala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Bəli, yenə də ilahi təslimiyyətlə, qəlbimdən süzülüb gələn ən səmimi dualarımla həmişəki kimi əl açaraq deyirəm. Ya Rəbbim, bütün oruç tutanların oruçlarını qəbul et, oruç tutmayan, namaz qılmayanlara da oruç mədəniyyəti ilə, oruç eşqi ilə oruç tutmağı qismət et. Qoy dualarımız ərşə ucalsın. Yenə də yenilməz inam komandası ilə iftara doğru Ramazanın fəzilətlərini sizlərlə paylaşmaq, sizlərlə bölüşmək üçün canlı efirdə görüşünüzə gəldik. Bu xidməti bizə ehsan edən Rəbbimizə sonsuz şükürlər olsun. Bu münbit şəraiti bizlər üçün yaradan Azərbaycan dövləti, Azərbaycan dövlət başçısı, Qarabağın Fatihi İlham Əliyev cənabları sağ olsun. Haqqı ilə demək lazımdır. İndi isə qonaqlarımı təqdim etmək istəyirəm. Mən bir neçə qonaqlarım ki var, hər biri mənim üçün əzizdir, amma xüsusi olaraq o qonaqların içərisində Elvisal müəllimin yeri ayrıdır. Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, dinşünas alim, gənc olmasına baxmayaraq, gəncliyindən, elə bugünkü gəncliyinə qədər mənəvi dəyərlərin, dini dəyərlərin, birlik və bərabərliyin, vəhdətin, cəmiyyətə, topluma daha doğru, düzgün şəkildə çatdırılması yolunda daim mücadilənin önündə oldu. Sözü, əməli, batini, zahiri bir, elmi ilə bərabər ədəbin vəhdətində xidmət göstərdi. Xüsusi olaraq İnamın İşığında, əziz qonaqlarım, siz də biləsiniz, 100 minlər Elvisal müəllimi çox sevir və Elvisal müəllimi İnamın İşığında görmək istəyirlər. Yenə də qonağımdır, mən onu özüm ayrıca olaraq çox sevirəm. Elvisal müəllim, xoş gördük. Xoş gördük, əziz qardaşım, əziz seyircim. Allah razı olsun. Gənc xanəndə öz gözəl avazı ilə könülləri fəth edən Vüqar Əbilov imanı ilə, təqvası ilə və gözəl avazı ilə yenə də İnamın İşığında xidmətə gəldi. İnşallah yaxşısınız. Hər vaxtınız xeyir olsun Seydim. Allah can sağlığı versin. Sizi və televiziya tamaşaçılarımızı ürəkdən salamlayıram. Bu gözəl ayda, bu gözəl günlərdə yenidən sizin qonağınız olmaq böyük bir fəxarətdir. Təşəkkür edirəm. Allah tutulan oruclarımızı, bütün xalqımızın edilən ibadətlərimizi qəbul eləsin inşallah. Amin inşallah. Siz təqdim edirsiniz, mən siz edin. İcazənizlə. Buyurun, estağfurullah. Təşəkkür edirəm xoş sözlərə görə. Bu gün tək deyiləm. Həmişə kimi mənim sənət yoldaşım, böyük qardaşım, gözəl sənətkarımız Rami müəllim Rızayev mənimlədir və gözəl qardaşım Rüstəm qardaşım mənimlədir. Allah razı olsun. Hər birini salamlayıram və yenidən bir arada olmağımızı bir il sonra lütf edən Rəbbimizə sonsuz şükürlər olsun. Təşəkkür edirəm xoş sözlərinizə görə. Əmrah Eminov, Azərbaycan İlahiyyat İnstitutunun məzunu. Biz artıq Elvisal müəllim, sizin tələbənizi gənc ilahiyyatçı kimi təqdim edirik. Öz gözəl Quran avazı ilə 100 minlərin könlünü fəth edən və İnam komandasının ən fədakar, mən deyərdim ilk üstlükdə yer tutan fədakar üzvü. Əmrah, inşallah yaxşısan. Çox sağ olun Seydim, yaxşıyam, siz yaxşı olun. Allah razı olsun. Quran ayında nə olsun? Qoy söz Quranın olsun. Qoy söz Quranın olsun ki, Quranın və şəhidlərin şəfayəti qalib sərkərdəmizin, qalib xalqımızın, qalib ordumuzun üzərindən bir an olsa belə əksik olmasın. Amin. Niyyət edəcəksən, Bəli. nə edəcəyin niyyət? Bəli, əziz Seydim, ilk öncə şəhidlərimizin nə qədər doğmaları dünyasını dəyişib, eyni zamanda qazilərimizin doğmaları dünyasını dəyişib, onları niyyət edəcəm və eyni zamanda ulu öndərimizi niyyət edəcəm, niyyətimdə tutacam və eyni zamanda bizi izləyən tamaşaçılarımızın dünyadan köçənlərini niyyət edib İnşallah Quran qirayətini həyata keçirməyə çalışacağım. Adına rəhmət, dərsini yaxşı almısan. Niyyət bəllidir, hədəf bəllidir,
Bu da bir iman və vəfa borcudur. Elə isə, ya Allah, Bismillah. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا كتب عليكم الصيام كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون أياما معدودات فمن كان منكم مريضا أو على سفر فعدة من أيام أخر وعلى الذين يطيقونه فدية طعام مسكين فمن تطوع خيرا فهو خير له وأن تصوموا خير لكم إن كنتم تعلمون شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Salam olsun könüllərin sultanı, axırın və əvvəlin seyyidi, İslamın günəşi Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək ev xalqına, əziz əhli beytinə. Salam olsun dörd xəlifiyə. Salam olsun siddiqlərə, sadiqlərə, müttəqilərə. Salam olsun Allahın adı çəkiləndə qəlbi titrəyənlərə. Bir də salam olsun bu mübarək Quran ayında, Quran kəlamlarının ən çox oxunduğu bu mübarək ayda müqəddəs şəhid doğmalarının, qəhrəman qazilərimizin, bir də bizə dəyər verərək bizi izləyən dəyərli izləyicilərimizin hər birinin üzərinə. Allah səsinə, nəfəsinə, elminə güc versin. Allah razı olsun. İnşallah Rəbbimiz haqq sahiblərini
şəhidlərimizi xəbərdar etsin. Qoy Qur'anın və şəhidlərin şəfaəti dövlətimizin, xalqımızın, burada olan, olmayan, bizə dəyər verən, bizi izləyən hər bir kəsin üzərindən əksik olmasın. Minnətdaram. Allah razı olsun. Xanım redaktor, sponsora keçid edək yoxsa? Üzr istəyirəm, sponsora keçid edək. Mən də televiziyaların qaydalarına riayət etməyə borcluyam. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan Cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah razı olsun. Bəli, əziz və nurlu qardaşım, gözəl qardaşım, Ramazanın 12-ci günündə çox istərdim ki, Ramazanın fürsət olduğunu dəyərləndirərkən yaxşılıqla bağlı söhbət edək. Necə edək ki, yaxşılıq ənənələrinə, o mənəvi hisslərə sahiblənmək üçün Ramazanı içdən, ruhən, mənəvən dəyərləndirə bilək. Söz sizin olsun. Təşəkkür edirəm əziz qardaşım. Allah razı olsun. Ramazan təkcə oruc ayı deyil. Ramazan özü ilə birlikdə çoxlu fürsətlər gətirmişdir. Elə insanlar vardır ki, onlar oruç tuta bilmir. Amma bu o mənaya gəlmir ki, Ramazanı föftə verməlidirlər. Ramazanda o qədər imkan, fürsət mövcuddur ki, biz hər bir fürsət və imkandan düzgün istifadə eləsək, Ramazanı keçirmiş bəndə olaraq adımız ilahi dərgahda yazılacaqdır. Onlardan da biri əməli salihlikdir, yəni yaxşılıqdır. Qurani Kərimə nəzər saldıqda görürük ki, iman gətirməklə yaxşı işlər görmək bir-biri ilə hər yerdə birlikdə işlənir. Elədir. Allah iman gətirməyi bizə nə qədər şərt qoyursa, əməli salih olmağımızı da bir o qədər bizdən tələb eləyir. Üstəlik çox maraqlıdır. Qurani Kərimdə yaxşılıq dedikdə, yaxşı işlər dedikdə həm həsənat sözündən istifadə olunur, həm də salihat sözündən istifadə olunur. Amma iman gətirməklə birlikdə işlənən söz salihatdır. Bizim dilimizdə də o söz vardır. Yəni, salihat elə bir yaxşı əməldir ki, o insanın özündən çox başqalarının işinə yarayır. Doğrudur. Yəni, mömin başqaları üçün faydalı ola bildiyi zaman öz imanını təsdiqləyir. Doğrudur. Əməli salih bəndə adını qazanır. Bizim Peyğəmbərimiz haqqında deyirlər ki, o Ramazan gəldikdə küləkdən də daha əl açıq olurmuş. Küləkdən də daha əl açıq olurmuş. Əlbəttə, Peyğəmbər digər aylarda da cömərd idi, Elədir. səxavətli idi. Amma Ramazan gəldikdə o Ramazanın özü ilə gətirdiyi fürsətləri əldən çıxarmasın deyə Peyğəmbər daha da səxavətli olurdu, daha da əl açıq olurdu. O yaxşı işlərini daha da çoxaldırdı. Hər bir mömin nəzərə almalıdır ki, dünya müvəqqətidir. İstərsək 100 il yaşayaq, istərsək artıq yaşayaq, insan zamanla mübarizədə həmişə məğlubiyyətə uğrayır. Ona görə də Qurani Kərimdə Allah Taala Əsr surəsində əsrə and içdikdən sonra bu zaman kəsiyidir, ikindi vaxtına and içdikdən sonra deyir ki, insan zərər içərisindədir.
ziyan içərisindədir. Söhbət zamanla müqayisədə insan ömrünün ziyan içərisində olmasından gedir. Biz elə əlbəttə ki, ömrümüzü uzatmaq yaxud qısaltmaq bizim əlimizdə deyil. Amma ömrümüzü səmərəli və faydalı keçirmək bizim əlimizdədir. Doğrudur. Biz bu mövsümdə, Ramazan mövsümündə yaxşı işlər görməklə, məsələn, kasıbların qapısını döyməklə, imkansızlara iyanə verməklə, yaxud yetim evlərinə, uşaq evlərinə baş çəkməklə o yaxşı iş görənlər zümrəsinə adımızı yazdıra bilərik. Beləliklə Allah Taala bizi öz dərgahında nəinki oruç tutan, yəni onun üçün ac və susuz qalan, həm də onun digər bəndələrini düşünən birisi olaraq adımızı qeyd edək. Yəni həqiqətən də ilahi dərgahda xoş xatırlanmaq bir bəndə üçün ən gözəl nemətdir. Allah sizdən razı olsun. Elə mükəmməl danışırsınız ki, onsuz da İslamın da qayəsi yaxşılığa dəvət etməkdən ibarətdir və bugün də biz bu dəvətdən Ramazan fürsətini dəyərləndirmək istədik. Çox gözəl bir başlanğıc oldu. Təşəkkür. Çünki xalqımızın özünün xeyirxahlıq ənənələri ki var, bunlar hamısı yaxşılığa dayanır. Və bu gün də Ramazanda biz xatırlayırıq 20 il bundan öncə, 30 il bundan öncə insanların yardımlaşması, paylaşması göz önünə gəlir. Bunun sistemli hala gəlməsi üçün bu arada siz də bilirsiniz ki, inan verilişi illərdir ki, Ramazanda canlı efirdə xalqa xitabən şəxsim adına çağırış edirəm. Tək keçən il 3000-dən artıq xeyrsevər insanlar xeyri aksiyalar həyata keçirdilər. Biz orada iştirak etmədik. Heç iştirak etmək istəsək belə imkanımız yox idi. Fiziki baxımdan canlı efirdəydik. Bizdən soruşurdular, bizlər ünvan göstərirdik. Və bu gün də düşünürəm ki, bu yaxşılığa dəvət prinsipinə dayanaraq bir daha o çağırış edirəm. İstəyirəm indi 3000 yox 30.000-i keçsin. Düzdür, bu məsələdə Azərbaycan dövləti, Heydər Əliyev fondu misilsiz xidmətləri var. Məsələn, Ramazanda iftar süfrələrinin ənənəvi təşkil olunması Heydər Əliyev fondu tərəfindən çox yüksək peşəkarlıqla həyata keçirilir. Və bundan nümunə götürən, mən düşünürəm, iş adamları, zəngin adamlar, xeyrsevər insanlar bunu sosial bir yardımlaşma halına gətirməlidirlər və haqq sahibləri, şəhid doğmaları, Qarabağ qaziləri o süfrənin başında mütləq əyləşməlidirlər. Allah razı olsun, təşəkkür edirəm. Vüqar necədir? Hər şey qaydasındadır. Allah razı olsun. Onda bir-iki sual götürək, sonra iftara doğru insanlarımızın könül dünyasına müdaxilə etməyə çalışarsan inşallah. O gözəl səsinlə. Siz həm də Muğam televiziya müsabiqəsinin 2022 eləmi? Qaliblərindənsiniz. Allah razı olsun. Buyurun, sual qəbul edək. Salam, axşamınız xeyir. Allah bütün ibadətlərinizi qəbul eləsin. Sizə belə bir sualla müraciət eləmək istəyirəm. Novruz bayramında hamı bilir ki, hamı kimi evləri yığışdırmaq falan təmizləmək lazımdır. Və deyilənlərə görə evə gəlib mələklər baxır ki, ev təmizdir, çirkdir. Yəni o nə qədər düzgündür, düzgün bir versiyadır, fikirdir mi deyim. Elə bir şey varmı? Yoxsa sadəcə olaraq bu dədə-babaların fikirləridir? Çox sağ olun, təşəkkür edirəm. Biz sizə təşəkkür edirik. Təmizlik imandandır. Könüllərin sultanı necə gözəl söyləmiş. Evsam, buyurun. Əlbəttə ki, müsəlman xanımın evi təmiz olmalıdır. Ümumiyyətlə, müsəlman təmiz olmalıdır. Biz dinimizdən qabaq ətrafa münasibətimizlə nümunə olmalıyıq. Bugün insanlar din haqqında çox şey eşidirlər. Amma biz göstərə bilsək ki, biz həm də təmizik, ətrafa, özümüzə, küçəyə, evə münasibətdə təmizliyə əməl edirik. Onda bizim dəyərlərimizə də insanlarda maraq, rəğbət oyanacaq. Ehtiram yaranacaq. O ki, qaldı evlərin təmiz olması bunun mələklə əlaqəsinə. Əlbəttə ki, mələklərin bir evdə olmasının şərti o evin təmiz yaxud natəmiz olması ilə ölçülmür. Fiziki cəhətdən natəmizliklə İslamın gətirdiyi natəmizlik arasında fərq var. Yəni, bir evdə ki, Allaha şərik qoşulur, bir evdə ki, Allahın bəyənmədiyi əməllər görülür, bir evdə ki, Allah yaddan çıxır, ona vasitələr daha ön plana çıxır. Əlbəttə ki, biz bu hərəkətimizlə
nəinki mələkləri, ilahi nəzəri belə evimizdən qaçıra bilərik. Allah qorusun. Amma yaxşı olar ki, evlərimiz təmiz olsun. Çünki evimiz, özümüz, təmizliyimiz ilahi dərgahda bizim üzümüzə duracaq şahidlər kimi çıxış eləyəcəkdir. Qoy evlərimiz təmiz olsun. İstər o evlərə mələk gəlsin, istər gəlməsin. Salam olsun mələklərə. Bir məsələ də var ki, bir xalq deyiminə çevrilib. Evini, həyət bacanı təmiz saxla. Siz danışdıqca Allah razı olsun. O yaradıcılığınızdan da qaynaqlanır tək dini elmi baxımdan deyil. Gözəl izah edirsiniz, hər kəsin anlaya biləcək. Mən xatırlayıram ki, hələ uşaqlıq vaxtlarından ki, evi, eşiyi təmiz saxla, birdən qonaq gələr. Amma son dövrlər İslamı daha dərindən idrak etdikcə, mənimsədikcə düşünürəm ki, niyə bəs onu da bizə, şəxsim adına demirəm, məni alışdırdılar ona. Amma biriləri adına deyirəm, niyə bəs düşünmədik ki, könlünü təmiz saxla, itaət və ibadətlə yoğrulmuş könül sahibinə çeviril, qəlbini təmiz saxla. Bax, biz bunu çox vaxt önə çıxdı, evi təmiz saxlamaq. Amma könlün təmizliyi kənarda qaldı. Çox təəssüf, yəni. Təəssüf ki, bu belədir, mən sizinlə razıyam. İslamda təmizlik çox geniş anlayışdır. Fiziki təmizliklə yanaşı, ruhi təmizlik, mənəvi təmizlik ön planda olmalıdır. Əbəs yerə deyildir ki, cənnətə gedəcək insanlar haqqında Peyğəmbər qəlbləri süpürülmüş şəxslər ifadəsini işlədir. Soruşurlar ki, qəlbləri süpürülmüş insan kimdir ey Allahın elçisi? Bir qəlbində kinə, həsədə, paxıllığa yerin olmadığı şəxs qəlbi süpürülmüş insandır. Allah sizdən razı olsun. Mükəmməl bir cavab. İstədiyim cavabı aldım. Var olasınız. Xanım redaktor, buyurun. Axşamınız xeyir olsun. Allah tutduğunuz orucu qəbul etsin. Hər gün sizə böyük maraqla baxırıq. Dünən biz doğmalarımızla İxtar süfrəsində əyləşmişdik. Bir məsələ barədə müzakirəmiz oldu. Mən bu sualın cavabını sizdən öyrənmək istedim. Çox xahiş edərdim ki, geniş belə cavablandırasınız. Bilmək istəyirdim ki, gün nə zaman başlayır? Sübh namazına yoxsa şam namazından şam namazına? Əgər sübh namazından başlayırsa, niyə biz məsələn cümə gününün önündə gələn cümə axşamı, cümə gecəsi demirik, geridə qalan biz axşama cümə axşamı deyirik. Çox sağ olun, təşəkkür ederim. Siz sağ olun. Xanım rektor canlı efirimizə tam bir-birindən fərqli suallar gətirir. Çox maraqlı sualdır məncə. Mən son hissəni başa düşə bilmədim. Mümkünsə bir deyərdiniz onu. Deyir ki, cümə axşamını məsəl üçün. Bəli. Niyə cümə axşamından cümə axşamı deyirik? Bəli. Əgər təbii ki, o cümə günü ilə yəqin ki, cümə axşamının fərqini deyir. Bir də gün nə zamandan başlayır deyir. Ümumiyyətlə, dini nöqteyi nəzərdən və yaxud ərəb dili nöqteyi nəzərindən və burada təbii ki, sonradan dini məfhumların müəyyənləşməsinə təsir göstərdi bu dil. Çox üzr istəyirəm, Efsam xanım redaktor deyir ki, izləyicimiz deyir ki, əgər səhər başlayırsa, gün səhərdən başlayırsa, biz niyə cümə axşamı deyirik? Çünki Azərbaycan məntiqi ilə düşünür. Bəli. Deməli, mən ona görə o izahı gətirirdim. Buyurun. Ümumiyyətlə, İslam dinində, yəni İslam nöqteyi nəzərindən bütöv bir gün iki hissəyə bölünür. Gündüz və axşam. Gündüz və axşam. Deməli, axşam namazının vaxtından etibarən gecə başlayır. Yəni, axşam başlayır. Bizdə isə 12-nin tamamlanmasını gözləyirik. Yəni, saatlı zaman kəsiyi nöqteyi nəzərindən, saatlı zaman baxımından biz bunu belə. Amma o vaxtı saat olmayıb. Axşam namazının başlanması ilə artıq o günün axşam hissəsi başlayır. Çox güman ki, yəni ərəblərdə bu anlayış yoxdur. Bu Azərbaycanlılar da var. Mən bunu çox güman ki, bu bizdəki adların çoxu, həftə adlarının çoxu fars dilindən keçmədi bizim dilimizə. Bizim dilimizdə o ifadələrin çoxsu yoxdur. Görünür, tərcümə edərkən, yəni onu o cür tərcümə ediblər və bizim dilimizdə də möhkəmlənib. Mən əks halda bunun başqa bir izahını görə bilmirəm. Təşəkkür edirəm, minnətdarım. Bir sual da qəbul edək, sonra Vüqar qardaşımızdan istifadə edək.
o gözəl avazından. Buyurun. Axşamınız xeyir. İnam eləyişib. Mən orada oturan qonaqları da salamlayıram. Hamısının tutduğu oruclar, qıldığı namazlar qəbul olsun. Bir sualım var sizə. Mən bilmək istəyirəm ki, mən özümdə Quran oxuyamam. Bu Quran təzə oxumuşam, başlayıram oxumağa. Bir dənə Quranı, yəni misal üçün mənimlə yoldaşımın ölənləri üçün oxumaq, tapşırmaq olar ya yox. Bir dənə sualıma cavab versiniz, məmnun olaram. Sağ ol. Siz anladınız mı? Fikrim o biri sualda qalır, açıq deyim. Hələ də o sualı təxmin eləyə bilmirəm. Yəni, Ne? cümə axşamını niyə cümə axşamı adlandırırlar? Bunu mu demək istəyir? Sizi verənə qurban. Ona görə çox sevirəm sizi. Tamam. Aha. Quran oxumaq haqqında mı soruşdu? Bəli. Deməli, ümumiyyətlə Quran oxumaq məsələsi necədir? Biz bundan bir gün əvvəl də bu məsələyə toxunduq. Bəli. Bəli, vəfat etmiş şəxslərimiz üçün Quran-ı Kərim oxuya bilərik. O dua kimi bir şeydir. Və əlbəttə ki, biz vəfat etmiş şəxsə Quran oxuya bilərik. Xalq arasında buna Quran oxuyub tapşırmaq deyirlər. Elədir. Yəni tapşırmaq sözünün orada heç bir yeri yoxdur. Sadəcə Quran oxuyuruq. Uca Allaha əl açırıq ki, bu Quranın savabını vəfat etmiş şəxsə çatdırsın. Yəni hədiyyə edirik. Yəni biz hədiyyə edirik. Yəni tapşırmaq nə dərəcədə yerinə düşən bir sözdür, xalq arasında işlənir də bu. Yox, məclislərdə də görürük. Deyirlər, amma nəyi tapşırırıq, kimə tapşırırıq? Yəni dilçilik nöqteyi nəzərindən biraz elə mən də uyğunsuz dilçilik ifadədir. baxımından həmişə məni çox narahat edib. Yəni biz Allaha əl açıb yalvarsaq, necə ki Allaha əl açıb deyirik ki, Rəbbim filan kəsi bağışla, yəni Allaha filan kəsin bağışlanması üçün dua edirik. Biz də Quran oxumaqla filan kəsin bağışlanması üçün dua etmək ifadəsini Çox üzr istəmirəm. Sizə elə gəlmirmi? Elə ifadə seçimi doğru deyil. Düzgün deyil, əlbəttə. Ona görə kimə tapşırırıq? Yəni tapşırmaq ifadəsi biraz yaxşı deyil. Ümumiyyətlə Allahdan nəsə istəyiriksə, biz ancaq Allahdan diləyə bilərik. Allaha ümumiyyətlə dua eləyə bilərik. Ona görə Allaha deyirəm, nəyisə ifadə tapşıra seçimi bilmərik biz. doğru deyil. İfadə yerində deyil. Odur ki, Siz nə təklif edərdiniz o ifadəni əvəzləmək? yəni, Tam ciddi soru. Quran-ı Kərim oxuyaraq Allahdan filan kəsin bağışlanmasını istəmək, bağışlanma diləmək, Quranla bağışlanma diləmək. İstək. Hə, bəli, tapşırmaq biraz yerində olmayan sözdür. Nəsə bu dilçilik nöqteyi Həm də uca nəzərindən, olanın şəninə. yəni Allaha tapşırmazlar da nəsə. Hə, tamam. Yəni Allaha biz həvalə eləyə bilərik. Yəni Allaha biz əl açıb yalvara bilərik ki, filan kəsi ya bağışla, ya himayəsinə götürsün və s. axır. Bəli, biz vəfat etmiş şəxslərimiz üçün Quran-ı Kərim oxuya bilərik və sonra Allaha əl açmalıyıq ki, onu bağışlasın. Bundan bir gün əvvəlki müzakirələrin davamı olaraq faydalı təkrar məqsədi ilə qeyd edirəm ki, Quran oxumaq dua olduğu üçün, duanın da qəbul edilməsi üçün ixlas şərt olduğundan yaxşı olar ki, onu biz özümüz yerinə yetirək. Hə, Quran-ı Kərim oxumağı bacarmırıqmı? Çalışmalıyıq öyrənməyi. Çünki o bizim dünyamızı və axirətimizi müəyyənləşdirən kitabdır. Hansısa bir yerdə işə düzəlmək lazım gələndə 6 ay içərisində ingilis dilini öyrənirik. Nə üçün bəs dünya və axirətimizi müəyyənləşdirən bir kitabın dilini öyrənməyək? Doğrudur. Kimlərsə deyə bilər ki, başa düşmədiyimiz bir kitabı ərəbcə oxumağın nə faydası var? Mən həmin o yoldaşlara səslənərək deyirəm ki, Quran adi bir kitab deyil. Quran yer üzündə qalan yeganə vəhiydir. Allahdan gəlmə bir sözdür. Biz başa düşmədən də onu oxuduğumuzda onun sehrində qalırıq. Allahın sözləri ilə iç-içə olduğumuzdan o ilahi varlıqla iç-içə oluruq. Və özümüzdən asılı olmayaraq Quran-ı Kərim oxuduqda daxilən rahatlıq hiss edirik və enerji alırıq. Və bu enerjini başqasına ötürməyin adıdır Quran oxuyub dua etmək. Çox təşəkkür edirəm. Siz danışdıqsa dua edirəm. Allah hər kəsə Quran əxlaqı ilə əxlaqlanmağı nəsib etsin. Doğru deyirsiniz. Biz fikirləşirik ki, ailəmizin maddi tələbatını ödəmək üçün, bu axirətdən öncəki bu dünyada maddi çətinliklərimizi həll etmək üçün bunu edirik. Amma mənəvi tələbatımızın depolanması üçün bunu etmirik. Çox sevdim o dediklərinizi. Allah razı olsun. Bir sual da qəbul edək mi?
Çünki minlərlə deyil, 10 minlərlədir. Xanım redaktör deyir, ümumiləşdirir o sualları. Ona görə haqqınızı halal edin. Buyurun. Salam aleyküm, axşamınız xeyir olsun. Allah tutduğunuz orucu, qıldığınız namazı qəbul eləsin. Biz də həmçinin onun içində. Bir də sizdən xahiş edirəm. Mənə başa salardınız, görüm. Bu qan iynəsini mən vurdıra bilərəm Ramazanda, yoxsa yox. Ya saxlayım, Ramazandan sonra vurduraram. Çox sağ olun, Allah köməyiniz olsun. Allah razı olsun. Qan iynəsi söylüyor. Qan iynəsi qüvvətləndirici Bəli. iynə hesab olunur. Oruç tutan şəxsin bədəninə qüvvətləndirici hansısa mayeəni daxil etməsi, istər anal yolla, yəni ağız vasitəsilə, istərsə də iynə vasitəsilə daxil etmə olsun, icazəli deyildir. Orucu pozar. Və mən bir məsələyə də toxunum. Əgər həqiqətən də dinləyici, tamaşaçımızda qanın artırılması kimi zəruri bir vəziyyət vardırsa, qan artırılmalısa və oruç tutarkən bu onun səhhətinə böyük zərər vurursa, o onsuz da oruç tutmaqdan azad edilmişdir. Yaxud mümkündür ki, o məsləhətləşə bilər. Hələ orucu tutmadan qabaq o başlanlıqda bu iynəni vura bilərəmmi? Öz həkimi ilə məsləhətləşsin. Mütləq. Mümkündür ki, həkim deyər ki, ümumiyyətlə sənə yəni bu halda oruç tutmaq olmaz. Çünki sağlıq və səhhətinə ziyanlı olur. Təzyin qalxa bilər, müəyyən problemlər yarana bilər. Ya da deyə bilər ki, bəli, səhər tezdən oruca başlamadan qabaq bu iynəni vurdura bilər. Təşəkkür edirəm. İnam komandası istəyir ki, bir sual da qəbul edək. Buyurun. Salam, axşamınız xeyir. Allah orucunuzu da qəbul eləsin. Bütün oruç tutanların orucunu qəbul eləsin. Mən sizdən bir şey soruşmaq istəyirdim. Zəhmət olmasa buna bir aydınlıq gətirərdiniz də, xahiş edirəm sizdən. Bu bəzi adamlar deyir ki, oruç tutmaq ancaq namaz qılanlara aiddir. Yəni belə namaz qılmayan adam oruç tuta bilməz. Onu bir dənə xahiş edirəm, bir dənə cavablandırardınız. Təşəkkür edirəm. Demək olar bu 12 gündə 10 minlərlə sualların içərisində siz də komanda üzvüsünüz. Bilirsiniz ki, bu suallar necə ardıcıl gəlir. Minlərlə bax buna bənzər suallar var. Çox maraqlıdır ki, Quran ayında bu cür fətva verənlərin sayı elə minləri keçir. Sosial şəbəkələrdə, bəzi xəbər saytlarında. Buyurun. Oruç tutmaq xeyirdir, namaz qılmaq da xeyirdir. Əgər bir insan namaz qılmayıb, bir xeyri əldən çıxarmışdırsa, amma oruç tutmaqla başqa bir xeyrə sahib olubsa, niyə mən bu insanı əlimdən çıxarmalıyam? Niyə deməliyəm ki, ikinci xeyri də əlimdən çıxar? Birini etməyib, birini edirsə. Əlbəttə ki, o oruç tutduğu zaman Allah üçün ibadət etməyin nə olduğunu öz təcrübəsində yaşayacaqdır. Oruc ona imkan verəcəkdir ki, gələcəkdə namaz qılmağı da öz həyatına tətbiq edəsin. Bəli, namaz qılmaq lazımdır. Amma insan bir öhdəliyi yerinə yetirmirsə, bu onu digər öhdəliyi yerinə yetirməkdən məhrum buraxmır. Doğrudur. Əsla. Bəli, namaz qılmayanlar oruç tuta bilərlər. Allah razı olsun. Tuta bilərlər. Amma eyni zamanda tövsiyəmiz bundan ibarətdir ki, həm oruc, həm namaz Allaha yaxınlaşma vasitəmizdir. Ruhumuzu qidalandırma vasitəsidir. Əgər oruc bir il ərzində cəmi 30 gün müddətinə Allahla rabitəni təmin edirsə, namaz bizə hər gün Allahla rabitəmizi təmin edir. Və əlbəttə ki, inanıram ki, bu il oruç tutmağa başlayanlar növbəti illərdə, bəlkə də elə bu Ramazan ayının özündə öz istəkləri ilə, daxillərindən gələn mənəvi tələbatla Allahla da gündəlik görüşə tələsəcək. O sistemlə rabitəni bərpa edəcəklər və bu şad xəbəri də mən bildirim ki, əziz qardaşım, keçən il İnamın işığında bizi izləyən yüzlərlə, minlərlə deyə bilərəm, ehtiyat vacibə görə saxlayıram, yüzlərlə insanlar keçən il oruç tuturdular, namaz qılmırdılar. Amma bizim apardığımız dini maarifləndirmə işinin sistemli təşkilində sizlərin, Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin və digər dəyərli ilahiyyatçılarımızın elmi təhlilə dayanan, o mənəvi dəyərlərə dayanan, Quranın hökmlərinə dayanan, hədislərin işığında söylədiklərinizi izlədikdən sonra bizə, niyə bunu bilirəm? Bizə təşəkkür yazırlar. Sizlərə təşəkkür yazırlar ki, əlhəmdülillah, maşallah olsun, biz bu ildə artıq natamam deyil, hər iki hökmü yerinə yetiririk. Həm oruç, həm də namaz
hökmünü. İnşallah bunun sayı 100 minləri keçər. Çünki bu ölkəyə, bu vətənə ən çox sevdalı olanlar imana silah kimi sarılanlardır. 44 günlük müharibədə biz onu gördük. Mən şəxsim adına söyləyirəm ki, ailəmlə üzr istəyirəm, şəhid ailələrini ziyarətə gedirik və bəzən daha çox olur, sayını demək istəmirəm. 5, 6, 3, mütləq əksəriyyəti ailələr bu vətənə, bu dövlətə, qalib sərkərtəsinə sevdalı olan ailələr inaslıdır, etiqad sahibidirlər. Çünki vətəni sevmək imandandır prinsipinə mənəvən bağlı olan ailələrdir. Ona görə bu vətənin əsl sevdalıları, aşiqləri imana silah kimi sarılanlardan ibarətdir. Eləsə bu arada iftara doğru bizi izləyənlərin könlünü niyə fəth etməyək, əziz qardaşım? Başınız ucu olsun. Allah nəsib etsin, neçə 10 illər inamın işığında gəlib, bax. Allah Hacı Teyyibdən da razı olsun. Ustaddan, Respublikanın xalq artisti. Keçən il o tövsiyə etmişdi. Buyurun. Aman 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 Hanı bir yar vəfadar ki bizə yar olsun Hanı bir yar vəfadar ki bizə yar olsun Dili məcruhimizə dülbər bənzar olsun Vermə nağdana könülə Vermə nağdana könül sirrini agah eləmən Demə eşq əhli gərək dəhridə biar olsun Arzumdur vətənimdə Arzumdur vətənimdə yaşayan hər bir kəs Qəzələ, musiqiyə, şeirə həvəskar olsun Can fədadır sənə ey Seyyid Əzim Şirvani
can fədadır ki, sənə ey Səyyid Əzim Şirvani. Nə rəvadır ki, sənə hər nakəsi əğyar olsun. Vahidin incə qəzəl, sadə gözəl şeylər görüm, xalq arasında daim onu var olsun. Demə zülfü ilə Seyid getdi, bilənlər yoxdur. Aman, aman, aman. Demə zülfü ilə Seyid getdi, bilənlər yoxdur. İstəyirsənsə eşit, söyləyim aşkar olsun. Hacı az söylə, ey, ey, ey. Hacı az söylə deyərlər, bizi təbliğ eləyir. Çarə yox, gəlsə Ələsgər ya da Cabbar olsun. Ay aman, aman, ey. Yar aman, aman, ey. Hər dələdək, hər dələdək, aman, ah yar, hey. Aman, ey, hey, Mədlər dünyasıdır, ərənlərimin yaşasın. Dünya mədlər dünyasıdır, ərənlərimin yaşasın. Sinəsini tufanlara gələnlərimin yaşasın. Sinəsini tufanlara gələnlərimin yaşasın. Gözəldir dağ qururu, bulaq kimi gözdə durur. Gözəldir dağ qururu, bulaq kimi gözdə durur. İnsanlara həyat durur, verənlərimin yaşasın. İnsanlara həyat durur, verənlərimin yaşasın. Öz adı var el yanında, yaxşının da yamanında. Öz adı var el yanında, yaxşının kəsi öz donunda görənlərimin yaşasın. Hər bir kəsi öz donunda görənlərimin yaşasın. Çörəyilə, torpaq gülər çiçəyilə. El tanınar çörəyilə, torpaq gülər çiçəyilə. Nəbzi xalqın ürəyilə, vuranlarımın yaşasın. Nəbzi xalqın ürəyilə, vuranlarımın yaşasın. Könül gülər beşiyində, öz evində, eşiyində. Gülər beşiyində, öz evində, eşiyində. Həqiqətin keşiyində duranlarımın yaşasın. Həqiqətin keşiyində duranlarımın yaşasın. Öz adı var el yanında, yaxşının da yamanında. Öz adı var el yanında, yaxşının da yamanında. Kəsin öz donunda görənlərimin yaşasın. Hər bir kəsin öz donunda görənlərimin
yaşasın. Nəbzi xalqın ürəyilə vuranlarımın yaşasın. Həqiqətin keşiyində duranlarımın yaşasın. Çox təşəkkür edirəm bu gözəl ifaya görə, üçlüyə təşəkkür edirəm. Mükəmməl bir ifa. Allah razı olsun. Ayrıca olaraq Allah Taala hörmətli Mehriban xanım Əliyevadan da razı olsun. Bax orada oxuyuram. Muğam televiziyası müsabiqəsi Şuşa 2022. Muğamı bütün dünyada tanıtdı və bu gün siz həmin o Muğam televiziya müsabiqəsinin qaliblərindən biri olaraq o mənəvi dəyərlərimizin işığında, Quranın nuru ilə, inamın işığında o mənəvi dəyərlərə səsləyən gözəl ifanızla könülləri fəth etdiniz. Təşəkkür edirəm hər birinizdən. Var olasınız. İndi isə sponsora keçid edirik. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Bunlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Var olsunlar. Dərhal Evsal mənim sualı qəbul edəkmi? Elə isə buyurun. Salam, hörmətli inan verilişi. Hamınızı salamlayıram. Hamınızın oruc namazı qəbul olsun. Allah qəbul eləsin oruc namazınızı. Mənim bir sualım var. Xahiş edirəm səsləndirərdiniz. Bəzi yerlərdə rast gəlirəm ki, 15 dəqiqə tez açırlar iftarı. Soruşanda deyirlər ki, biz 15 dəqiqə tez tutmuşuq orucu. Bu nə qədər düzdür? Təşəkkür edirəm. Evsal mənim buyurun, sualı eşitdiniz. Ümumiyyətlə, mən bir 3 dəqiqə tez tutdum, 3 dəqiqə də geç tutdum. Bir anlayış. 3 dəqiqə tez bitirdim yeməyimi, 3 dəqiqə tez başlayacağam. Bu tamamilə doğru olmayan bir şeydir. Bu doğru deyil. Təqvimlərin fərqlənməsi haqqında danışsaydı, hardasa fikir bildirmək mümkün idi. Amma ümumiyyətlə, o məntiq düzgün deyil. Mən, məsələn, hamı 5-də, misal üçün, orucunu bağlayır. Mən 5-ə 15 dəqiqə qalmış bağlayıram. Axşam da hər kəs 6-da açır. Mən 6-ya 15 dəqiqə qalmış açacağım məntiqi düzgün deyil axı. Mən də heç anlaya bilmədim. O bir qədər doğru olmazdı. Təşəkkür edirəm. Buyurun. Buyurun. Necəsiniz? Hamınızı salamlayıram. Studiyada oturan qonaqlarımızı da salamlayıram. Mənim sualım belədir ki, mən elə bir oruçluq girəndən 4 gün oruç tutmamışam. Mən oruçluq bitdikdən sonra orucumu qəzasını tutaramsa, o qəzada bir söz deyiləcəkmi? Yoxsa mən bugünkü günlər kimi tutduğum kimi orucuma davam eləyəcəm? Onu bilmək istəyərdim. Sualımı cavablandırardınız. Sizə əziyyət verirəm. Çox sağ olun indidən. Təşəkkür edirəm sualımıza cavab verdiyiniz üçün. Yaxşı ki, belə verilişiniz var. Çox sağ olun. Allah hamınızı qorusun. Allah sizləri də qorusun. Yaxşı ki, bax, belə dəyər verən, qiymətləndirən sizin kimi izləyicilər də var. Öncə soruşur izləyicimiz necəsiniz? Şükürlər olsun. İnamın işığında Allahın sayəsində Azərbaycan dövlətinin himayəsi ilə Ramazanın fəzilətlərini bölüşən adam necə olar? Həmd və sənalar və şükürlər içərisində
Şükür edirik. Buyurun Evsam müəllim. Bəli. Başladıqda niyyət belə olacaq ki, Rəbbim sənin üçün filan qəza orucunu mən tuturam. Niyyətdə qəza, yəni qəza orucu tutmağını niyyət eləməlidir. Şərt deyil onu səsli formada desin ya deməsin. Amma və yaxud mümkündür ki, indidən niyyət edib ki, mən Ramazandan sonra qəza orucu tutacağam. Səhər durub şərt deyil o niyyətini yeniləmək, yeni orucunu tuta bilər. Çünki niyyəti əvvəlcədən məlum olmuşdur. Amma niyyətimizə nəsə başqa bir şey qarışmasın deyə yaxşı olar ki, niyyəti axşamdan yeniləyək və Allah yolunda bu və ya digər ibadəti yerinə yetirməyə əzmkarlıq göstərək. Allah razı olsun. Allahın mükəmməl bir cavabdır. Allahın mərhəmət xəzinəsi sonsuzdur. Hər gün deyirəm bunu. Cümə günləri də söylüyordum. Yetərli olan qəzalarımız cəza ilə əvəzlənməsin. Qoy iftara doğru dualarımız ərşə uzalsın. Ərşdə xeylisi də Rəbbim ol desin. Hər birimiz üçün. Çünki həyatımız boyunca qəzalarımız çox olur. Buyurun. Hər vaxtınız xeyir olsun. Allah hamının orucun, namazın qəbul etsin. Amin inşallah. Sizə belə bir sualım var. Deyirlər ki, qəbr üstündə gedib oxunan Quran ayələrinin, Yasinin, yəni ki, düzgün deyil orada oxunmağı. Yəni onun heç bir faydası yoxdur. Bu nə dərəcədə düzgündür? Bu fikir, yəni ki, nə dərəcədə düzgündür? Xahiş edirəm, buna aydınlıq gətirərsiniz. Allah razı olsun. Evsam müəllim, çox maraqlıdır. Başqa vaxtlardan fərqli olaraq Quran-ı Kərimin nazil olduğu Ramazan ayında sosial şəbəkələrdə yenə söyləyirəm, bir fəallaşma prosesi baş verir. Və tək o deyil, yəni Qurana dil uzatma, müqəddəs dəyərlərimizin aşağılanmasının şahidi oluruq. Hətta biz Ramazandan 2-3 gün öncə şəhid ailələrini ziyarət edərkən onlar nigarançılıqlarını bildirdilər ki, bizim üçün bir təsəlli var ki, bax, İnamın işığında birinci ilk olaraq Quran-ı Kərim oxunur və onu bizim övladlarımızın əziz ruhları üçün hədiyyə edirsiniz. Evet. Biz onların məqamının ucalığına, haqq etdiklərinə, dəlilinə, deyirlər, özə belə deyirlər, bu dünya oyuncaq dünyadır. Amma burada baxırıq ki, Quranla onlar yad edilirsə, onların həqqi də məqamları, mərtəbələri ucadır. Onlar uca zirvəni fəth etmiş, seçilmişlərdir. Ən çox elə bu şəhid doğmalarına toxunur. Evet. Buyurun. Ümumiyyətlə, əziz qardaşım, bu gözəl vətənimizdə hər dəfə həc mövsümü yaxınlaşanda, qurban kəsmə mövsümü yaxınlaşanda, Ramazan ayı qədəm basanda bəzi ağzı göyçəklərin ağzı açılır. Bizim kökümüzdə də, tariximizdə də, ədəbiyyatımızda da, musiqidə də İslam var. Biz bütünlükdə İslamla çulğalaşmış bir xalqıq. Elədir. Cənab Prezident Qarabağa getdiyində, kəndlərimizdə, qəsəbələrimizdə özülünü atdığı əsas tikili məsciddir. Bununla da bir mesaj verir ki, məscidlər, İslam bizim xalqımızın kimliyidir. Elədir. Quran aparır. Yəni, təəssüf ki, bu balaca məkan, bu doğma ölkəmizdə başqa yerlərdə şahidi olmadığımız qədər öz dəyərlərinə haqqında xoş danışmayan insanların şahidi oluruq. Gürcüstanda bir gürcüyə rast gələ bilmirik. İnansa da, inanmasa da xristiyanlıq dəyərlərini təhqir eləməz. Amma biz eləyirik. Bilirsinizmi, hansısa xalqın qarşısında biz öz kimliyimizi danmaqla başuca ola bilmərik. Əksinə nüfuzdan düşərik. Bu məsələnin bir tərəfidir. Daha sonra Quran-ı Kərimin oxunmasına gəlincə, əlbəttə Quran-ı Kərim biz dəfələrlə demişik, böyük İslam alimləri vəfat etmiş şəxslərə Quran oxumaq haqqında danışmışlar. İndi kimsə öz vəfat etmiş şəxsinə Quran oxuduqda yeni bir şey gətirmiş olmur İslama. Bu bizim ənənəmizdə mövcuddur. Bəli, ancaq Yasin oxunmamalıdır. Elə bir qayda yoxdur İslamda. Başqa surələrdə oxunmalıdır. Hətta qısa surədən tutmuş, böyük surəyə qədər də oxuna bilər, Yasin də oxuna bilər. Quran özü ilə dua deyil. Bəli, ancaq bir surə ilə məhdudlaşmaq düzgün deyildir. İstənilən surəni oxuya bilərik, istədiyimiz ayəni oxuya bilərik və
əlbəttə ki, biz bugün vəfat etmiş şəxslər qarşısında, onlar vəfat etdikdən sonra bir mənəvi borcumuzu ödəmək üçün edə biləcəyimiz şey həmin insanların adından ya ediləcək yaxşılıqdır, ya da həmin şəxslər üçün etdiyimiz dualardır. Niyə bizim dualarımıza mane olurlar? Doğrudur. Qoy insan öz vəfat etmiş şəxsi üçün duasını eləsin. Ya bunu birbaşa namazdan sonra əl açıb Allaha səslənməklə eləsin, ya Qurani Kərim oxumaqla eləsin, ya başqa duaları təkrarlamaqla eləsin. Çox təşəkkür ederim Efsan müəllim. Ona görə də düşünürəm ki, bu cür hökmlər səsləndirərkən olmaz, qəbul olunmur. Bir qədər ehtiyat eləməliyik. Çünki qəbul edən Allahdır. Biz Allahın adından danışan şəxs kimi çıxış eləməməliyik. Hə, deyinəm mənə görə, demə İslama görə. Demə mütləq belədir. Demə İslamda yoxdur. Demək olmaz. Deyinəm, mən belə düşünürəm, filan alim belə deyir. Belə olduğun zaman sən bütöv bir İslamın adından danışmış sayılmırsan. Ümumiyyətlə, Allah qəbul etməz ifadəsini daha çox Allaha yaxşı tanımayan insanlar səsləndirir. Belə bir şey var. Allah insanların, üzr istəyirəm, istəklərinə görə hərəkət eləmir. Allah özünün hikmətinə uyğun olaraq davranır. O istəsə qəbul eləyər, istəsə qəbul eləməz. Bəli, hökm onundur. Allah sizdən razı olsun. Bilirsiniz, bir xalqın ki, dəyərləri sıradan çıxdıqdan sonra onun dövlətçilik ənənələri də sıradan çıxmağa başlayır. Allah qorusun. Çox doğru söylədiniz. Bəlkə də siz o yazını mütləq oxumusunuz. Ağdamın dağılmış məscidinin divarları, oranı toz basmışdı. İşğaldan azad olunduqda, yəni mən o yazımda da bildirmişdim ki, uşaqlıqda Ağdamda, Şuşada, məsciddə rəhmətli atamla qıldığım keçmişlərinizə rəhmət namazı xatırlayıram. Qalib sərkərdəmiz, Müzəffər Albaş komandanımız, Qarabağ Fatih İlham Əliyev cənabları, hörmətli Mehriban xanımla ora ilk gedişdə mən dəqiq bilirəm ki, o toz basmış yerlərə təkliflər vardı ki, necə daxil olacaq. Amma qalib sərkərdəmiz İslamın qaydalarına uyğun olaraq, çünki orada hələ tam təmizlənmə işləri həyata keçirilməmişdi, Qurani Kərimlə getdi və o qaydalara tam rəayət edərək və ortada nümunə vardı. Və bu nümunədən bəhrələnərək hər bir kəs o dəyərləri qorumağa borcludur. Təşəkkür edirəm. İndi isə azan vaxtıdır. Əziz izləyicilərimiz, Bakı vaxtı ilə azan vaxtıdır. Əmrah gəlsin. Biz bir gün bir əzan veririk, digəri görüşə məxsus əzanı səsləndirik. Bu gün növbə Əmrahındır. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Aliyen Veliyullah. Eşhedü enne Aliyen Hüccetullah.
الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح حي على خير العمل حي على خير العمل الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله. Allah razı olsun. Teşekkür ederim Emrah. Çok değerli Elifsan müəllim. Xahiş edirəm iftar duasını oxuyasınız. Bakı vaxtı ilədir əziz izləyicilərimiz. Buyurun. Allahümme leke sumna ve ala rizqike eftarna. Zehebel zama'u ve ibtelletel uruq ve sebetel ecru inşallah. Allah kabul etsin. Allah qəbul etsin. Ekran qarşısında Bakı vaxtı ilə bizimlə iftar açan hər bir kəsin orucunu Allah Taala qəbul eləsin. Buyurun əziz qardaşım. Eləşin, əyləşin. Buyurun. Allah qəbul etsin.
Severler Bakı vaxtilə bizimlə inamın işığında bizi izləyən Quranın nuru ilə iftar açanlar, öncə açanlar, bölgələr üzrə bizdən sonra iftar açacaq bütün insanlar, əziz soydaşlarımız, Allah Taala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Və bu an iftar süfrəsində əyləşən hər bir kəsin Allah Taala dualarını qəbul etsin inşallah. İftar süfrələri təşkil edən, yardımlaşan, paylaşan, vətəninə, dövlətinə, bayrağına, şəhidinə, qazisinə sevdalı olan bütün soydaşlarımızın da etdiklərini Rəbbim öz dərgahında savablarına yazsın. Allah Taala qalib sərkərdəmizi, qalib ordumuzu, qalib xalqımızı qorusun. Mən, Əmrah, rahat ol, gedə bilərsən, narahat olma. Ayrıca olaraq biz illərdir ki, inamın işığında iftar açarkən Respublikanın xalq artisti, xalqın sənətkarı, öz gözəl avazı ilə 100 minlərin könlünü fəth edən Samir Cəfərovun ifasını dinləyirik. Dünəndə Samir Cəfərov inamın işığında əziz qardaşımız, qonağımız idi. Allah onu da qorusun. Bəli, əziz qardaşlarım, Allah qəbul etsin. Sevən sevdiyindən ayrılanda dərd olar, qubar olar. Hər gün söyləyirəm. Qovuşanda isə bax belə olar. Allah razı olsun. Orusunun ən sevisli anı budurmu? Evsal müəllim. Doğru deyirsiniz. Bizim Peyğəmbərimizdən belə bir hədis bizə gəlib çatıb ki, oruç tutan şəxsin sevindiyi 2 an vardır. Bəli. Onlardan birincisi axşam iftarda orucunu açarkən hiss etdiyi sevincdir. Digəri isə axirətdə Rəbbini gördüyü zaman yaşayacağı sevinc olacaqdır. Və o sevinc dünya sevincindən qat-qat böyükdür və nəşəlidir. Allaha sonsuz şükürlər olsun. Allah Taala hər birimizi Rəbbinə, qulluq ədəbinə layiq olan bəndələrdən qərar versin inşallah. Allah bütün xalqımızı pisliklərdən, kindən, nifrətdən, yalandan, qul haqqına girməkdən uzaq tutsun. Bu ayda edilən dualar hörmətinə, bu ayda indirilən Qur'an hörmətinə. Suallardan qəbul edəkmi? Əlbəttə. Allah razı olsun. Buyurun. Salam, axşamınız xeyir. Tutulan oruçlarınızı Allah qəbul eləsin. Mən sizdən bir söz soruşmaq istəyirəm, xahiş edirəm onu cavablandırasınız. Mən Şəkidə ev tikmişəm. Şəkidə evim var, təzə evdir. Onda istəyirəm ki, qurban demişəm, qurbanı istəyirəm kəsim, orada pişirim, gələn qonaqlarımı yola salım deyək, möhlü oxudum, gələnləri yola salım. Yəni paylamamaq olarmı onu? Elə kəsim, orada pişirim, orada da gələnləri yola salım. O qəbula keçər, keçməz. Xahiş edirəm, mən bu sualımı cavablandırasınız. Allah kömək olsun, Allah qəbul etsin, Allah evinizi xeyirli, uğurlu, toy büsatlı qərar versin. Allah Taala bütün evsizlərə də bu mübarək Quran ayında arzularında olan ev və evlərdən nəsib etsin. Bu da bir duadır. Buyurun. Mən də istifadə edirəm Ramazanın fürsət bilib. Allah qəbul edəsin. Deməli, söhbət burada nəzir qurbanından gedir. Tamaşaçımız ev tikmişdir və Allaha nəyisə niyyət eləmişdir ki, Rəbbim, bu evi mən başa vurum, sənin yolunda qurban kəsəcəyəm. Biz buna nəzir qurbanı deyirik. Yəni ilahiyyatda, İslam ilahiyyatında bu nəzir qurbanı adlanır. Tamaşaçımız evində həmin qurbanı kəsə və bütün ətini yemək halında bişirərək gələn qonaqlara verə bilər. Allah Amma qəbul bir etsin. şərtlə, özü yeyə bilməz. Gəl ki, Ramazan, özü yeyə bilməz. Özü yeyə bilməz. Yeyərsə... Yox, əgər qonaqlarla birlikdə oturub özü də yemək istəyirsə, ailəsi də yemək istəyirsə, təxmini hesablamalıdır ki, nə qədər ət yeyibdir, onun pulunu sədəqə olaraq kiməsə verməlidir. Bəzən bunu başa düşmürük biz. Bu nəyə bənzəyir? Niyyət edirəm ki, işim alınsın, yəni filan kəsə nəzir olaraq 5 manat pul verəcəyəm.
Aparıb 5 manat pulu verəndə oradan 30 köpüyünü götürürəm ki, yəni bu məndə qalsın. Allah Olmaz razı axı. olsun. Yəni Çox- qurban da belədir. Biz nəzir dediksə ondan istifadə edə bilmərik. İcra etməliyik. Bəli. Təşəkkür edirəm. İftar açmış insanlarımız, yüz minlər inamın işığında bizi izləyirlər. Adamlar gün çıxandan gün batana kimi ac qalıblar, susuz qalıblar, Rəbbi xatırlayıblar, ixlasla, təqva ilə. İnanıram ki, çoxumuz belə etmişik. Rəbbə doğru yönəlmişik. İndi onların mənəvi ruhunun yüksəlişi üçün nə etsək yaxşı olar? Elə isə, ya Allah, bismillah. Xosroviye hüsnün əzizim, sən imişsən tacı. Xosroviye hüsnün əzizim, sən imişsən tacı. Xub biləyər, cümlə sənin dərgəhinin möhtacı. Qabı qövseyni qaşıyan Leylətül əsra zülfün. Qabı qövseyni qaşıyan Leylətül əsra zülfün. Tapmısan mərtəbəyi hüsnü dəsən meyracın. Aman Kəc nigah ilə dələr bağrımızı müjganın. Kəc nigah ilə dələr bağrımızı müjganın. Ox atmağı kim öyrətdi sənə qıyğacı? Zahiri köyünə
köyünə meymeh qoy öpüm xalından. Həcəri öpməyənə xəlqi deməzlər hacin. Gecə gündüz sən köyündə sızıldar sabir. Gecə gündüz sən köyündə sızıldar sabir. Neyləsin qovma qapından kəsilib illacin. Ah aman uzaq uzaq ellərdən adım var, ünvanım var. Dastanlara sığmayan şöhrətim var, şanım var. Uzaq uzaq ellərdən adım var, ünvanım var. Dastanlara sığmayan şöhrətim var, şanım var. Qəhrəmanlar içində neçə qəhrəmanım var. Qəhrəmanlar içində neçə qəhrəmanım var. Cavan şirəm, babəkəm, nəbiyəm, Koroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Cavan şirəm, babəkəm, nəbiyəm, Koroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Göllərin düşüncəm, dəli dağ vüqarımdır. Kürara coşqun qanım, Xəzər şah damarımdır. Göllərin düşüncəm, dəli dağ vüqarımdır. Kürara coşqun qanım, Xəzər şah damarımdır. Can dərmanı istəsən, istə ey dost varımdır. İstəsən istə ey dost varımdır. Çörək bol, suyu bol, süfrəsi qonaqlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Çörək bol, suyu bol, süfrəsi qonaqlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Çox təşəkkür edirəm. Allah razı olsun. Bax, 100 minlərin iftar açdığı və inamın işığında bizi izlədikləri bir vaxtda həqiqətən də onların mənəvi rahatlığının təminatına mübarək, belə deyə bilərikmi, əziz İlahiyyatçı alim qardaşım, mübarək səbəbkara çevrildilər. Çox sağ Bu ifadə olsunlar, seçimi məncə. Çox sağ olsunlar, həqiqətən bizim xalqımızın ənənəsini, musiqi ənənəsini modern dövrdə yaşadırlar. Elədir. Çox sağ olsunlar. Və gənc olmasına baxmayaraq həm inanclıdır, həm etiqadlıdır, həm də Azərbaycanın dəyərlərinə bağlıdır. Elə hər biri. Allah sizlərdən razı olsun. Təşəkkür edirəm. Allah neçə-neçə 10 illər inamın işığında gəlib belə xidmət göstərməyinizi qismət etsin. Amin. Onda dayanmayaq. Vaxtımız az qalır. Suallardan qəbul edək. Buyurun.
Buyurun. Salam Hacı. Mən sizin verilişinizi həmişə izləyirəm. Mənim bir sualım var. Mən neçə illərdir oruç tuturam, namazımı da qılıram. Ancaq bu günləri baxıram ki, siz iftarda azandan sonra orucunuzu açdınız. Mən amma yəqin ki, neçə illərdir səhv edirəm belə. İftar duasını oxuyuram azan vaxtı. Sonra yeməyimə başlayıram, sonra gedirəm namazımı qılıram. Yəni mən neçə illərdir səhv edirəmmi? Təşəkkür edirəm. Çox doğru edib bizi izləyirsiniz. Orada da görürsənmi səsin gedir. Buyurun. Xeyr, səhv eləmir. Bəli. Biz azanı eşitdiyimiz anda orucumuzu aça bilirik. Bu verilişin tərtibatı elədir ki, azan verildiyi vaxt, yəni yemək yeyilmir, yaxud oruc açılmır. Qoy azan verilir, ondan sonra oruc açılır. Bu o mənaya gəlmir ki, İslam şəriətində də belədir. Yəni biz azan axıra qədər gözləyərək sonra açmalıyıq. Xeyr, biz orucumuzu açırıq, azan sözlərini təkrarlayırıq eşitdiyimiz zaman. Azan bitdikdən sonra yenə yeməyimizə davam edirik. Allah qəbul etsin. İzləyicimizin biri gəncdir. Deyir ki, səsli mesaj göndərib, biz canlı efirə daşımadıq. Deyir ki, oruçluydum, bilmədən ağzımdan söyüş çıxdı. Bu mənim orucumu batil etdim, Elvisan mənim cavablandırsın. Xeyr, söyüş söymək Amma söyməsin. Orucu batil etmir, amma onun savabını azaldır. Zədəliyir. Savabını azaldır, zədəliyir, Ramazanda dəyişilməyimizə mane olur. Əlbəttə ki, biz söyüşdən uzaq durmalıyıq. Elə etməliyik ki, Ramazanda iradə nümayiş elətdirərək bu pis vərdişdən ümumiyyətlə bir yolluq xilas olaq. Bəlkə növbəti imsakda siz qonaq olduqda mövzunu pis sözlərə, söyüşə, münasibətə, İslamın münasibətini həsr eləyərik. Bəli, təşəkkür edirəm. Pis vərdişlərdən uzaq durmaq üçün. Təşəkkür edirəm. Buyurun. Salam əleykum. Allah bütün oruç tutanların orucunu qəbul eləsin. Sizdən xahiş edirəm, xüsusilə Elvüsal müəllimdən xahiş edirəm, təqva barəsində qısaca olaraq bizləri məlumatlandırsın. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Onsuz da Elvüsal müəllimdən başqa burada ilahətçi yoxdur. Mən də Elvüsal müəllim işinə müdaxilə etməyə də o qədər bacarığım yoxdur. Elvüsal müəllim, buyurun. Təşəkkür edirəm. Allah razı olsun. Etimadına görə də Allah razı çox sağ olsun. Ümumiyyətlə, Allah Teala Ramazan orucunun tutulması haqqında danışarkən deyir ki, oruç tutasınız ki, bəlkə təqva əhlindən olasınız. Doğru. Təqva nədir? Bir cümlə ilə ifadə etsək, təqva həssas iman deməkdir. Hamımızın imanı var. Amma o kəslər ki, Allahın əmrlərinə qarşı, qadağalarına qarşı həssasdırlar, onlarda təqva mövcuddur. Təqva həssas möminlikdir. Mömin insan həssas möminlik dərəcəsinə çatdığında təqva dərəcəsinə çatmış hesab olunur. O, Allahın əmrlərini yerinə yetirməkdə, qadağalarından da çəkinməkdə həssaslıq nümayiş elətdirir. Bu təqvadır. Allah da istəyir ki, bizim imanımız adi, vərdiş olunmuş, mexaniki iman səviyyəsindən həssas iman səviyyəsinə daşınsın. Bunun adı təqvadır. Mükəmməl bir izzatdır. Allah Teala hər birimizi o üstün təqva sahibi olanlardan qərar versin. Amin. Amin. Minnətdaram. Buyurun. Salam əleykum, hər vaxtınız xeyir olsun. Tutduğunuz orucu, qıldığınız namazı Allah qəbul eləsin. Çox sağ olun. Sizdən nəyisə örgəşirik. Bilmək istəyirəm, deməli, ola bilər həmişə verilən suallardır, ancaq öz başıma gəldiyi üçün sizdən soruşub, özümə təsəlli tapmaq istəyirəm ki, deməli, mən hər gün orucumu tutmuşam. Bu günlərim saat 6-ın yarısında özüm istədim ki, həyat yoldaşıma kömək edeyim. O hər gün pişirir, mən də bir yemək pişirim. Pişirdim, saat 6-ın yarısında onun dadına baxdım ki, görüm pişib, pişməyib. Ancaq yenə də hiss eləmədim. Gəldim həyat yoldaşıma deyəndə ki, dadına baxdım, pişib. O dedi ki, necə dadına baxdınız? Dedim ki, hə, çaşdım, baxdım. Belə, xahiş edirəm, deyim, mən görüm, mənim orucumu pozulmu? Bilmirəm, yəni qardaşımız hansı bölgə üzrə orada fərqlər var. Məncə 6-nın yarısında... Yəqin axşamı nəzərdə tutur. Hə, iftarı nəzərdə tutur. Hə, tamam, anladım. Ancaq mən belə bir söz deyim, iftara doğru biz izləyənlər üçün təbəssüm olsun. Qardaş,
Ayda ildə bir dəfə siftə etmirsən, onu da şorlamısan. Buyur, bu bir təbəssümdür, haqqını halal etsin. Bilməyərəkdən Bəli. yeyib içmək, hətta bir qarın Qəsd dolusu niyyəti yemək yoxdur. belə, bəli, yemək orucu pozmur. Xatırladığımız zaman yeməyi dayandırırıq və orucumuza davam edirik. İndi bilməyərəkdən dadına baxıbsa, o baxdığı tikəni udubsa da yenə heç bir problem Sonra yoxdur. ardına- Ümumiyyətlə qayda budur ki, bilməyərəkdən nə eləyiriksə, onun günahı olmur. Yəni çünki İslam dinində bir neçə hal var ki, onlardan da biri unutqanlıq yaxud bilməyərəkdən bir şey etməkdir ki, Allah ona razı görə bir olsun. günah bizə yüklənmir. Mən həmin izləyicimizə ayrıca təşəkkür edirəm ki, və buradan da hər dəfə belə bir çağırış edirik ki, ən azı gəlin Ramazanda xanımlarımıza dəstək olaq. İlahi ziyafətin, imsak süfrələrinin, iftar süfrələrinin təşkil olunmasında gücümüz çatdığı qədər bir arada olduğumuz şükrün ədəbi elə onlarla bərabər yardımlaşmaqdır. Yəni o azuqənin hazırlanmasıdır, ilahi süfrənin təşkilidir. Ona görə Allah qardaşımızdan razı olsun və o cür edənlərin hər birindən razı olsun. Buyurun. Salam, Allahın salamı olsun üzərinizə, hamınıza, başda sevdiyimiz, başda olmaqla bütün verilişin kollektivinə və gələn qonaqlara. Allah hamınızdan razı olsun. Hər gün öyrənirik, maariflənirik. Bugünkü veriliş belə el dilində deyən ürəyimizdən belə tikan çıxardırsınız. Allah sizi qorusun. Allah razı olsun. Dəyər verən izləyicilərimiz var. 10 minlərlə haqlarını halal etsinlər. Hamısını canlı efirə daşımırıq, utanarıq, ayıb bilirik. Amma görürsünüz, yuxarı mərtəbədə rəhbərlik edən xanım redaktor ara sıra bu cür dəyərli izləyicilərimizin təşəkkürlərini, xoş sözlərini, könüllərimizi fəth edən və növbəti hədəflərə bizi yürütməyə səbəb olan xoş sözləri deyirlər. Efsam, dəyərlər hər zaman dəyər verməyə bacarır, eləmi? Əlbəttə, çünki daxilən dəyərli olmayan insan dəyəri başa düşməz, nankor olar, naşükür olar. Ürəyimizi çıxarıb versək belə, naşükür insanlar qədrimizi bilməz. Allah razı olsun. Çünki ümumiyyətlə minnətdar olmağı bacarmaq o ailə tərbiyəsindən irəli gələn bir haldır. Ailədə o qədər yüksək mənəvi, tərbiyəvi mühit olmalıdır ki, orada yetişən uşaq da böyüyəndə minnətdar birisi olsun. Əhsən. Əks halda onun üçün biz nələri də etsək, deyəcəkdir ki, sən nə etmirsən ki mənə? Ümumiyyətlə, Allahın qatında da naşükürlük, nankorluq böyük günahdır. Bu bir insanın zəhmətini hədər etməkdir, yerə vurmaqdır, heçə saymaqdır. Ümumiyyətlə, o insanın o cür zəhmət çəkdiyini danmaqdır. Bu əlbəttə ki, insanın könlünə toxunur, onu yaralayır və naşükür insanları yaxşı tanımaq lazımdır, əziz qardaşım. Elə insanlar üçün biz canımızı fəda etməliyik ki, onlar həqiqətən də buna layiqdirlər. Naşükür insanları ona görə tanımalıyıq ki, biz onların üçün nələrsə etdikdən sonra peşmanlığa düçar olmayaq. Həm də layiqli insanlar axtarıb tapmalıyıq. Elədir. Madam ki, yaxşılıq edirik, madam ki, fədakarlıq göstərmək fikrinə düşmüşük, layiqli insanlar buna haqq edənlər, yəni layiq olan insanlar bu yaxşılığa layiq görülsünlər. Nankor insanlar heç vaxt yaxşılığı qiymətləndirmirlər. Nankor insanları yaxşı tanımaq lazımdır və nankor insanlar var deyə layiqli insanlara da biz yaxşılıq etməyi unutmamalıyıq. Çox təşəkkür edirəm. Mükəmməl bir çağırış oldu. O ifadə seçimi də mənə çox xoş gəldi. Deyir, bugünkü verilişiniz ürəyimizdən tikan çıxarır. Bəli. Allah Taala ürəyinizi hər zaman, bax o 100 minlərin, bizə dəyər verənlərin ürəkləri, könül dünyaları fərəhlə bəzənsin. Bu iftar saatında Allahdan təvəqqə edirəm. Buyurun. Axşamınız xeyir olsun. Hamını salamlayıram. Suallarınız çoxdur, həddindən artıq görürəm. Yəni o qədər maraqlı cavablandırırsınız ki, siz inanırsınız ki, adamın əlində işi olur. İş qalır bir tərəfdə, dayanırıq ancaq sizə qulaq asırıq.
belə bir şeyi maraqlanmaq istədim sizin bu veriliş haqqında. Mən eşitdiyimə görə oruc 3 gün olub. Yəni 3 gün ərzində oruc tutmaq olub, amma onu 1 aya uzadıblar. Bilmirəm, amma maariflənmək üçün sizə mesaj atdım ki, bunu zəhmət olmasa açıqlayasınız. İndidən təşəkkürümü bildirirəm. Çox sağ olun. Allah razı olsun. Verdiyiniz dəyərə görə minnətdaram. Allah dəyərliləri öz dərgahında dəyərli olanlardan qərar versin. Buyurun. Xeyr, əziz qardaşım, Ramazan orucu 3 gün olmamışdır. Allah deməli, Mədinədə Ramazan tutmağı, ya Ramazan orucunu tutmağı müsəlmanlara əmr etdikdə, elə başlanğıc ayələrdəcə bizə 30 gün ərzində oruç tutmaq əmr edilmişdir. İndi görürsən ki, sosial şəbəkələrdə müəllifi bəlli olmayan müəyyən fikirlər səsləndirilir. Din o qədər dəyərli biliklər toplusudur ki, dinə dair hansısa bir fikri mötəbərliyi təsdiqlənməyən mənbədən əxz etmək olmaz. Doğrudur. Yəni, necə ki, biz bədənimizdə bir problem yarandıqda mötəbər həkim axtarışına çıxırıq, canımızı hər adama əmanət eləmirik, din də bizim ruhumuzun qidasıdır. Mənəvi cəhətdən sağalmaq üçün mötəbərliyi təsdiqlənmiş mənbələrə müraciət eləməliyik, alimlərə müraciət eləməliyik. Bir daha təkrarlayıram ki, Ramazan orucu ilə başlanğıcdaca 30 gün olmuşdur və müsəlman Peyğəmbər, onun səhabələri və sonradan ümmət bütünlükdə 30 gün ərzində oruç tutmuşdur və bu ənənə praktik olaraq bizə ötürülə-ötürülə gəlmişdir. Şəmə bir cavabda təşəkkür edirəm. Buyurun, növbət sual. Axşamınız xeyir olsun. Allah hamının qıldığı namazları, tutduğu oruçları qəbul eləsin. Qızım nənənin də bir sualına cavab verin. Mən dünən təzyiqim qalxmışdı, para dərman içdim susuz. Ancaq orucumu pozmadım. Axıracan tutdum. İndi bu qəbul olundu, yoxsa qəziyə mi qaldırmaq? Xahiş elə bir cavab verəsiniz. Buyurun, Əfsal müəllim. Təzyiq qalxırsa və biz təzyiq dərmanını su vasitəsilə daxilə qəbul eləyiriksə, bu vaxt oruç pozulmuş hesab olunur. Ramazan bitdikdən sonra bir gününü qəza eləyir. Bayramdan sonra. Bəli. Təşəkkür edirəm. Allah qəbul etsin. Buyurun. Ramazan ayınız mübarək olsun. Hamının Allah orucunu qəbul eləsin. Mənim 2 sualım var sizə. Birinci sualım bundan ibarətdir ki, duha namazın, gecə namazın qılanda əzan oxumalıyıq, yoxsa yox? İkinci sualım da odur ki, mən hər səhər sübh namazını 4 rükət qılıram. Olar, olmaz. Çox sağ olun, təşəkkür edirəm. Sualımı cavablandırın. Minnətdaram. Əfsal müəllim, eşitdiniz sualı? Bəli, bəli. Birincisi, səhv duha və gecə namazları da heç biri üçün azan vermək şərt deyildir. Azan ancaq vacib namazlar üçündür. Elədir. Odur ki, bu namazları qılarkən azan vermir. O ki, qaldı sübh namazının rükətlərinin sayına, deməli, sübh namazının vacib hissəsi 2 rükətdir, nafilə yaxud sünnə hissəsi də 2 rükətdir. Amma 4 rükətlik sübh namazı deyilən bir anlayış mövcud deyildir. Ola bilər bunu nəzərdə tutulur. Bəlkə də birləşdirib qılıb bilmir. Birləşdirib qılmaq olmaz. Elədir. Yəni, əvvəlcə 2 rükət biz nafilə yaxud sünnə hissəsini qılırıq. Elədir. Daha sonra 2 rükət onun vacib hissəsini, yəni fərz hissəsini qılırıq. Lakin bütünlükdə 4 rükətdən ibarət sübh namazı mövcud deyil. İslamda belə bir yoxdur. İbadət forması. Hətta ən istisnai bir hökm belə mövcud deyil. Təşəkkür. Hansısa bir rəvayət olub, belə gəlib, yox. O belə yoxdur. Təşəkkür edirəm. Buyurun, xanım redaktor. Salam, axşamınız xeyir olsun. İlk öncə təşəkkür edirəm Elvüsal müəllimi verilişinizə çağırdığınız üçün. Çünki mən səbirsizliklə gözləyirdim. Ramazan ayı başlayandan verilişinizi izləyirəm. Sualım isə belədir ki, biz imsakdan sonra işə gedərkən dişlərimizi fırçalaya bilərikmi? Yoxsa bu orucumuzu pozarmı? Təşəkkür edirəm. Minnətdaram. Biz də Elvüsal müəllimi gözləyirdik. Buyurun. Seyidin məni çağırır, məndə olan problemə görə gələ bilmirəm. Allah razı olsun. Sözü çox istəyir. Allah razı olsun. Deməli, orucumuzu tutduqdan, yəni imsakdan sonra dişimizi fırçalaya bilərik, əlbəttə. Günün istənilən anında biz fırçalaya bilərik.
Lakin bu vaxt diqqət yetirməliyik ki, diş macunu olsun, su olsun, boğazımızdan daxilə Udmayaq. keçməsin. Bəli, buna Təşəkkür diqqət edirəm. Sizi sevən izləyicilərimizdəndir. Buyurun. Sizi salamlayıram. Mənə belə bir sual maraqlıdır ki, Azərbaycanda Türkiyədən fərqli olaraq dəfində qadınlar iştirak edə bilmirlər. Yəni dəfn zamanı həmin orada qadınlar niyə iştirak edə bilmir? Bu sual mənə çox maraqlıdır. Zəhmət olmasa cavablandıra bilərsiniz? Təşəkkür edirəm. Efsam müəllim, inamın işığında görürsünüz. İnsanlar maariflənmək üçün bütünlüklə dini qaydalara dayanan, dayanmayan, xurafatdan, cəhalətdən də xilas yollarının aydın tərəflərini sizdən istəyirlər. Yəni və sizin timsalınıza digər ilahiyyətçilərdən. Məncə bu da İnam komandasının bir uğurudur. Yəni özümü demirəm ki, İnam komandası olaraq siz söyləyirəm. Deməli, əziz qardaşım, İslam hüququna və ənənəsinə görə dəfində qadınlar iştirak etmir və etməməlidirlər də. Çünki İslam bir hökmü qoyarkən onu spontan formada, təsadüfi formada qoymur. Qadınlar, xüsusən də vəfat etmiş şəxsin yaxını olan xanımlar, ümumiyyətlə o əzizlərini itirdikləri üçün kişilərlə müqayisədə emosiyalarına sahib çıxa bilmirlər. Şəriət bunu nəzərə alır. Həm də zərifdirlər. Əlbəttə, xüsusən də hamımız dəfinlərdə iştirak eləmişik. Dəfin vəfat etmiş şəxsin artıq bu dünyadan, onun cəsədinin də artıq bu dünyaya aid olmadığını, yəni bu dünyadan üzüləşərək başqa dünyaya keçidini ifadə edən bir simvolik prosesdir. Artıq nə qədər ki, dəfn etməmişik, düşünürük ki, hələ yanımızdadır. Elə ki, dəfn edirik, üstünə torpaq atmağa başlayırıq, həqiqətən də dözülməsi çətin bir səhnədir. Dünənə qədər qoxladığımız, üzünə baxdığımız, toxunduğumuz bir əzizimiz o qəbrə qoyulub, üstü torpaqlandıqdan sonra artıq yanımızda heç vaxt olmayacaqdır. Bu çox ağırlı bir səhnədir. Ağır proses. Xanımlar buna dözə bilməz. Və xüsusi ağlaşmaya üz tutarlar deyə, özlərindən asılı olmayaraq müəyyən hərəkətlər edər, üst başlarını cırarlar deyə din onlara bunu qadağan etmişdir. Amma dəfn başa çatdıqdan sonra bəli, xanımların fərqli günlərdə gedə bilərlər. Əlbəttə ki, icazə var. Efsam müəllim, mən sizə təşəkkür edirəm. Var olun. Azərbaycan İlahiyyat İnstitutunda, akademiyada, ən əsası da İnamın işığında var olun. O milli mənəvi dəyərlərimizin, dinin doğrularını insanlar sizin kimi aydınlardan tək nuru ilə deyil, elmi ilə, zehniyyəti ilə, imanı ilə bütöv, bax belə ilahiyyatçilərdən mənim səsinlər. Təşəkkür edirəm. Siz sağ olun. Vüqar qardaşım, dəyərli qardaşlarımız, Allah hər birinizdən razı olsun. Gəldiniz İnamın işığında gözəl ifa ilə 100 minlərin könlünü fəth etdiniz. Allah da hər zaman könlünüzü fərəhlə bəzəsin. Minnətdarım. Əziz İnam sevərlər, bilirəm 10 minlərlə suallarımız var. Biz çalışacağıq ki, onları ümumiləşdirək, Allahın izni Azərbaycan dövlətinin himayəsi ilə cavablandıraq. Biz uzaqda deyilik. Biz komanda olaraq Space televiziyasındayıq. Yenidən saatlar sonra İmsaka doğru saat 4-də sizlərlə sevənlərin, inananların verilişində, İnamda görüşmək duaları ilə ayrılıram. Allah Taala oruç və namazlarımızı qəbul etsin. Allah Taala oruç tutmayanlara da oruc ibadətini həyata keçirmək üçün güc, qüvvət, iman nəsib etsin. Uca, əziz Rəbbimiz, canımız, can, Azərbaycanımızı qorusun.